Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Albalı yolundayız. Aşraf nömrəli marşrut xəttinin yolunda tam yola yaxın ərazidə 8 sot torpaq sahəsində gözəl bağ evimiz çıxıb satışa. Çıxarışı var. Əlavə həyətində manqalnisi, bisetkası, əlavə toruca saxlamaq üçün yeri və həyətdə evin qabağında bağı. 5 otaq, 1 mətbəxdən ibarətdir. İnşallah həyətin təqdimatını edirik sizlərə. Sonra inşallah evin içərisinə keçid edəcək. Təcili satılır. 150 min manatdır. Reallıq olarsa belə deyək, endirim olacaq. Çünki qiymətindən aşağı qoyub qardaş təcili satır. İnşallah evi göstərir. Ev hardasa 240 kvadrat olar. 240 kvadrata yaxındır. Sağ tərəfini göstərin evin. Zəhmət olmasa. Və bağ hissəsini göstərim. Yəni, bax, buranı. Qabağa zəhmət olmasa bu hissəsini göstərək. Meyvə ağacları var. Yəni gilası var, alçası var, əncili var və s. İndi kim istəsə gələcəyini artırır. Həqiqətən də gözəl bağdır. Yəni bağ almaq istəyənlər üçün, bağ alça da var ağacı üstündə göstər. Bağ almaq istəyənlər üçün gözəl fürsətdir. Yəni qiyməti də qardaşın dediyi aldığına təcili satdığına görə. Evin bax bu hissəsini göstərək sizlərə. Bu hissəsini göstərək. Bir dənə bisetka hissəsini göstərək. Bir dənə fikir verin. Və giriş hissəsini təqdim edək. Giriş hissəsini, həyətin giriş hissəsini təqdim edir, zəhmət olmasa. Fikir verin. Giriş hissəsini sizlərə təqdim edirik. Gəl bir dənə bura zəhmət olmasa. Bura bisetkasıdır və manqalnısıdır. Yəni kimdir qonaqları, kimsə qonağı qarısı gəldi, yəni oturanda bu qədər böyük bir stol açsa böyük bir yerdir. Fikir verin. Və gəl giriş hissəsindən qabaq hissəsini də göstərək. Gəl zəhmət olmasa qabağa. Bisetkanı göstər buradan tam rahat bir şəkildə. Bax fikir verin. Böyük bir bisetkası var. Və evin qabaq hissəsində zəhmət olmasa. Və gedək qabaq hissəsini göstərək sizlərə. Baba burada da bir dənə fikir verin. Bax belə bir əlavə əl damısı var. Gəl qabağa zəhmət olmasa evin ön hissəsini ver. Sonra keçək evin arxasına keçid edək və evin içərisinə keçid edək inşallah. Fikir verin. Və keçid edirik evin sağ tərəfini göstərim sizə. Həqiqətən də qeyd etdiyimiz kimi həm yola yaxındır, həm yeri yaxşıdır. Həyətdə əlavə sanuzeli var. Evin də arxasında fikir verin. Əlavə bir də orada kladovkası var. Burada sanuzeli var, fikir verin. Və keçid edirik evin içərisinə. İnşallah evin içərisi ilə sizləri tanış edək. Və evin sağ tərəfində də bir balaca bir yeri var. Allah bərəkət versin. Gəl. Bir dənə bu hissəsini təqdim elə zəhmət olmasa.